Bir neçə şou verilişləri bağlanıb və bununla yanaşı Azərbaycanda bir sıra bayağı müğənnilərin efirə çıxışına da qadağa qoyulub. Manşetas həmin müğənnilərin siyahısını təqdim eləyib. Müğənnidə ilk sırada Kəmalə Günəşli dayanır. Mətanət xanım İskəndərlinin keçmiş gəlini Canana var deməli. Siyahıda Nüşabə Musayeva, Nəfəs, Ofeliya Şabanova, Günəş, Qumral, Musa və Təranə cütlüyünün övladları, Səbinə Selcan, Ülviyə Namazova, Afət Fərmanqızı, Aşıq Namiq, Mihriban Qəmbərova, Şəbnəm Qəhrəmanova, Arzu Mirza, Naza Veysəlova, Ziba Osmanlı, Ayda Ziyadxanlı, Pünhan Priyev, Talib Tali, Müğənni Canan Balali, Akşin Fatih, İfrat Dəniz Əsadova, İbrahim Borçalı, Arzu Mələk və Elxan Qaraxanoğlu qeyd edilən siyahıda yer alıb. Qeyd eləyək ki, siyahı tətbiq olunarkən adı çəkilən müğənnilərin ciddi musiqini təbliğ etməmələri və efir məsuliyyətinə diqqətsiz yanaşmaları da nəzərə alınır.